Və Allah Teala Nur surəsi 55-ci ayədə buyurur ki: "Və la yubaddilannahum min ba'di xawfihim amna." Biz onların qorxularından sonra onlarda olan qorxunu əminamanlıqla əvəz edəcək. Fikir versiniz, indi hal-hazırda çox keşməkeşli bir dövr yaşayırıq. Müxtəlif xəbərlər görsən yayılır, insanlar hansısa bir xəbər eşidir, sarsıntı keçirdir, yaxud narahatçılıq yaranır, qorxu, xof hissi yaranır. Ona görə də Quran-Kərim buyurur ki, onların qorxusundan əminamanlıq ki pozulur, qorxusundan sonra onların qorxusu, canlarında olan qorxunu əminamanlıqla əvəz edəcək. İmam Sadiq əleyhissalam buyurur ki, bu vəd ki, Quran Nur surəsi 55-ci ayədəki bu vəd ki, onların qorxusunu əminamanlıqla əvəz edəcək, bu vədi buyurur ki, qaimimizin zuhuru ilə kamala çatacaq. Sonuncu imam zuhur eləməklə insanlardakı qorxunun əminamanlıqla əvəz olunması ən kamil həddə çatacaq.